bağçamızı sulayaq, ağaçlarımız böyüsün. Laçının Bəylik kəndində səhər açılır. Kəndin küçələrində həyat yavaş-yavaş canlanır. Həyatyanı sahələrdə görülən işlər, evlərdən gələn səslər və uşaqların həyata çıxması burada yeni həyatın qurulduğunu göstərir. 11-12 nəvəmizdən qayıtdıq gəldik. Onların çoxu müxtəlif sahələr üzrə məktəblər qurtarmışdılar. Müəllimi olanı vardı. Digər mütəxəssislər olanı vardı. Biz də mən bundan əvvəlki bəzi çıxışlarımda demişəm, sanki anadan yeni doğulmuş kimi olmuşdu. Burada vətən gəldik ki, vətənimizə, yurdumuza, yuvamıza qovuşduq. Elə bil ki, anadan yeni doğulmuş bir adam kimi, uşaq kimi olmuşduq biz. Vətənin o qoyub getdiyimiz hissləri, o 30 il həsrətində yaşadığımız o yurdumuzun, yuvamızın, vətənimizin, evimizin, eşiyimizin, bağımızın, bağçamızın kəsrətini çəkmişdik. Onun hamısına qovuşduq biz. 92-ci ildə qaçqın düşdük. Bizim ancımızı Ağcabədi şəhərində məskunlaşdıq. Orada başladım iş fəaliyyətimə. Mənim üçün çox çətin oldu vətən itirmək. 4 də evladım az yaşlı. Özümüzlə yoldaşım, mən 4 evladımız Ağcabədidə qaçqın kimi məskunlaşdıq. Ancaq işimizi davam elədik. Sonra uşaqların oxuması ilə əlaqədar Bakı şəhərinə köçdük. Evladlarımın 4-ünə də təhsil verdik, oxutduq. Şükür, indi bu günümüzə şükür ki, biz gəldik öz vətənimizə. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə sağ can versin. Onların sayəsində gəldik öz vətənimizə. Ailənin övladlarından biri olan Natəvan Baxçaliyeva isə yay fəslini uşaqlığının keçdiyi ata evində keçirmək üçün övladları ilə birlikdə Bəylik kəndinə gəlib. Hər bir addım izlədiyimiz, anam bizi bağçaya apardığı da yadımdadır. Necə aparıbdı, necə mindirib, o dəmir körpü durur hələ. Oradan biz adladırdı, mindirib avtobus apardı, orada bağçaya öz banşda işləyirdi. Atam da redaksiyada işləyirdi. Hamısı yadımdadır, bitmədi. Axşam da yenə qaçı-qaçı bizi götürürdü, gətirirdi evə. Tələsə bizə yemək pişirirdi, süfrə açırdı, yedizdirirdi. Hamısı addım yadımdadır. O qədər zəhmətinə, əziyyətinə gözəl evlər tikmişdi atam bana. Çox qəşəng evlər. Kənddən gələnlər hamısı deyirdi ki, o məktəbdir, ev deyil. Amma təəssüf ki, qayıtdıq, gəldik, onun heç birisini görmədik. Amma bu günə şükür, Allah dövlətimizdən razı olsun, prezidentimizdən razı olsun. Ondan da gözəl evlər tikib verdilər bizə. Çox şükür Allaha. Beləliklə 33 ildən artıq davam edən həsrətdən sonra Məmmədovlar ailəsinin Bəylikdə yeni həyat başlayıb. Vaxtilə göz yaşı ilə tərk etdikləri doğma torpaqlarda bu gün onların həyətlərində ağaclar əkilir, bağlar salınır, uşaqlar və nəvələr böyüyür.